Hər birinizi salamlayıram əziz izləyicilər. Gələcəkdəki mən layihəsində xoş gördük. Bugünkü mövzumuz informasiya texnologiyalarıdır və bu ixtisas barəsində bizə məlumatı mütəxəssis Bəxtiyar bəy verəcəkdir. Xoş gəlmisiniz. Xoş gördük sizi. Zəhmət olmasa özünüzü təqdim edərsiniz. Adım Bəxtiyardır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş IT biznes analitik kimi fəaliyyət göstərirəm. Bundan əlavə müəllimlik fəaliyyətim var. Artıq 5 ildən biraz artıqdır ki, müəllimlik fəaliyyətim var. Bakı Mühəndislik Universitetində IT layihələrin idarə edilməsi fənnini tədris edirəm. Bakalavr, magistr, bir də MBA dərəcələri üzrə. Bakalavr dərəcəsi üzrə əlavə olaraq bir də sistem dizayn fənnini tədris edirəm. Bundan əlavə bir də ABB Bankın nəzdində fəaliyyət göstərən ABB Tech Akademiyasında IT Business Analyst proqramını tədris edirəm. 2022-ci ildən artıq 3 ildir o proqramı tədris edirəm. 5 proqramımız olub, 120-dən çox məzunumuz var. Çox uğurlu bir proqramdır. Bundan əlavə bir də kiçik və orta şirkətlərə rəqəmsal transformasiyada kömək məqsədi ilə konsultasiya fəaliyyəti ilə məşğulam. Belə. Təşəkkür edirəm. Bu sahəyə necə gəldiyiniz barəsində danışa bilərsiniz? Deməli, məndə belə olmuşdu ki, 9-cu sinifdə oxuyanda ilk dəfə IT ilə bağlı bir şeylər başladım kəşf etməyə. O vaxtda sysadmin deyilən bir vəzifə var, SIT və Network admin. O vəzifə ilə tanışlığım olmuşdu və mənə çox cəlb edici gəlmişdi ki, bu peşədə mən də gələcəkdə fəaliyyət göstərim. Amma ən böyük arzularımdan biri də o idi ki, riyaziyyat müəllimi olum, riyaziyyatçı olmaq istəyirdim və hazırlıqlar bitdi. Artıq gəldik 576 bal toplamışdım 2014-cü ildə qəbul imtahanında. O vaxt TQDK idi, indi DİM-dir, səhv eləmirəmsə, Tələbə Qəbul üzrə Dövlət Komissiyasının imtahanında 576 bal topladım. Elə oldu ki, mən yazmaq istəyirdim riyaziyyat üzrə, ixtisas seçimi eləmək istəyirdim. Amma sonra bilirsiniz də bizdə məsləhətdon genolar məsələsi var və başladıq məsləhətlər almağa və yaxşı ki aldıq. Və daha sonra riyaziyyat və kompüter elmləri bu iki ixtisasın arasında seçim eləmək lazım idi. Sonra belə qərar verdik ki, kompüter elmləri ixtisasını seçim. Çünki orada həm riyaziyyat tədris edilir, həm də IT-yə aid fənlər tədris edilir. İnformasiya texnologiyalarına aid fənlər tədris edilir və oradan sonra siz magistrda öz seçiminizi bir daha eləyə bilərsiniz. Riyaziyyat üzrə də gedə bilərsiniz, IT sahəsi üzrə də gedə bilərsiniz. Və bir növ mənim üçün imkan oldu ki, 4 illik yenə fikirləşim. Və mən qəbul oldum Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisasına. Orada təhsil aldım 14-18-ci illər arasında. Və orada 4 il ərzində mən qərar verdim ki, yox, mən IT üzrə getməliyəm. Daha sonra kompüter mühəndisliyi üzrə magistr təhsil aldım Bakı Mühəndislik Universitetində. Və elə əmək fəaliyyətim də universitetin sonuncu kurslarından başladı. O vaxtda helpdesk deyilən bir vəzifə var. Helpdeskdən başladım, sonra Network admin kimi işlədim biraz və daha sonra talih məni gətirdi. İndiki ixtisaslara IT biznes analitikasına maraqlandım, IT biznes analitik kimi fəaliyyətə başladım. Belə. Təşəkkür. İnformasiya texnologiyaları sizə görə nədir? Çox maraqlı bir sualdır. Belə bir mif var ki, IT deyəndə insanlar sadəcə kod yazan insanlar başa düşür və elə bilirlər ki, IT sadəcə kompüterdə oturub kod yazmaqdan ibarətdir, amma elə deyil. Ümumilikdə IT dediyimiz şeyin alt budaqlanması var. Çox böyük şəkildə bölsək, IT ibarətdir proqramlaşdırmadan, IT ibarətdir infrastrukturdan, IT ibarətdir idarə etmədən və IT ibarətdir analitikadan və IT ibarətdir bir dizayndan. Və bunların arasında da çoxlu ixtisaslar var. Ona görə mən sizə deyə bilərəm ki, necə ki, həkimlik böyük bir anlayışdır və həkimlərin ixtisaslaşması var. Çoxlu IT-də də elədir. IT-də də bu 4-5 saydığım domenin altında çoxlu ixtisaslar var ki, o ixtisasların arasında siz karyeranızı dəyişə-dəyişə özünüzü tapa bilərsiniz.
IT deyəndə mənim nə yadıma düşür? IT deyəndə mənim gələcək dünya yadıma düşür və ölkəmizin də, dünyamızın da gələcəyi birbaşa IT ilə asılı olan ünsürlər var. Bunlar yadıma düşür. Çünki artıq günümüzdə süni intellektin inkişafına qədər gəlib çıxmışıq və bu o deməkdir ki, artıq hər bir sahənin içərisində IT var. Səhiyyədə də IT var, iqtisadiyyatda da IT var. Maliyyə məsələlərin hamısında demək olar IT-nin artıq rolu böyükdür və təhsildə də IT var, hər yerdə IT var, qaçınılmazdır və get-gedə bu ixtisasda tələbat da çox güclənir. Belə. IT mənim üçün elə bir dünyadır ki, onun içərisində hər şey var. Onun içərisində səhiyyə də var, təhsil də var, maliyyə də var, turizm də var, hər şey var onun içərisində. İnformasiya texnologiyaları ixtisası üzrə gərəkli bilik və bacarıqlar hansılardır? Aha, mən sizə deyim ki, burada artıq biz söhbətimizin əvvəlində də danışdıq. 5-6 domen saydım mən. İnfrastruktur, proqramlaşdırma, analitika hissəsi, dizayn hissəsi, menecment hissəsi və s. Bunların içərisində hərəsinə uyğun dəyişir, amma ümumilikdə desək, bir IT mən olacaq, bir IT adamı olacaq bir insanda əsas birinci məntiqi təhlil və düşüncə, yanaşma tərzi olmalıdır. Siz əgər hər şeyə belə çox düz baxırsınızsa və ətrafdakı şeyləri, solutionlar verə bilmirsinizsə, siz alternativ bir həll düşünə bilmirsinizsə bir məsələyə, siz IT mütəxəssisi ola bilməzsiniz. Siz deyəndə, yəni sizə demirəm, ümumiyyətlə deyirəm. IT mütəxəssisində düzdür, bir hissəsində güclü riyaziyyat tələb olunur, bir hissəsində güclü kommunikasiya qabiliyyəti tələb olunur, bir hissəsində güclü yaradıcılıq qabiliyyəti tələb olunur. Amma ən əsası hamısını birləşdirən ortaq dəyər bu insanlar çox məntiqli insanlardılar və çox yaxşı analiz edilmək qabiliyyətləri vardır. Bu ixtisasın məzunları harda çalışır və nə işlə məşğul ola bilər? IT dediyimiz ixtisas dünyanın altında bir neçə ixtisas var ki, universitetlər tədris edirlər. Bu, kompüter elmləri ixtisasında oxuya bilərlər. Belə bir ixtisas var. Kompüter mühəndisliyi ixtisası var. Kompüterin mühəndisliyindən sonra IT deyilən bir ixtisas var. Bir də informasiyanın təhlükəsizliyi, bayaq deməyi də unutdum. Bir dənə də informasiyanın təhlükəsizliyi, cyber security bir domenimiz var. Kiber təhlükəsizlik adında bir ixtisaslar var. Aşağı-yuxarı bu ixtisaslardan məzun olanlar çox rahat şəkildə digər ixtisaslara switch eləyə bilirlər. Məsələn, keçid eləyə bilirlər. Məsələn, adam məzun oldu kompüter mühəndisliyindən, amma gedib karyerasını informasiya təhlükəsizliyi ixtisası üzrə qura bilir. Belə bir limitlər yoxdur hələ ki. Və yaxud da informasiya təhlükəsizliyi ixtisasına qəbul olub məzun olur, amma sonra gedir bir proqramçı kimi fəaliyyət göstərir və yaxud da bir analitik kimi fəaliyyət göstərir. Bu da okeydir. Burada bir problemlər yoxdur. Və bu ixtisaslardan məzun olanlar demək olar ki, adətən ölkəmizdə söhbət gedirsə, yerli bazarda, eyni zamanda xarici bazarda 3 böyük domen var ki, burada fəaliyyət göstərirlər. Biri bankçılıq sahəsində çox böyük ehtiyaclar var IT məzunları tələbələrə. Çünki orada hər şey özünüz də gördüyünüz kimi artıq heç bir kəs üstündə nağd pul gəzdirmir. Hər şey elektron versiyada, mobil applər var. Orada transferlər edirlər, orada paymentlar edirlər və s. Ona görə bu ehtiyac yaradır ki, həmin ixtisaslardan məzun olan tələbələri banklar işə götürürlər. Biri bankçılıqdır, rəqəmsal bankçılıq çox böyük ehtiyac var. Orada çalışırlar. İkincisi telkolardır, telekommunikasiya şirkətləridir ki, bunlar Azercell, Baxel, Nar və s. kimi bu kimi mobil operatorlarda və internet provayderlarda bu ixtisaslara çox böyük ehtiyacları var. Və üçüncüsü isə digital government, rəqəmsal hökumət və istənilən dövlət qurumunda bu gün IT mütəxəssisi hire eləyir, IT mütəxəssisini işə götürür və öz gələcək strategiyasını quranda IT-ni də nəzərə alaraq gələcək strategiyasını qurur. 3 domen var ki, 3 yerdə işləyə bilərlər. Telekommunikasiya şirkətlərində, banklarda, maliyyə şirkətlərində, bir də rəqəmsal dövlət sahəsində, yəni dövlət qurumlarında IT üzrə məzun olmuş tələbələrə çox böyük ehtiyac var. Bu ixtisası bitirənlər hal-hazırda tələb durumu necədir və gələcəkdə bu tələb durumu nə cür dəyişə bilər? Xüsusən də burada istərdim diqqəti çəkək süni intellektdə ki, süni intellekt hal-hazırda da bir çox sahələrə təsir göstərir və IT-yə gələcəkdə nə cür təsir göstərə bilər? İş itirməklə, mütəxəssislərin öz işlərini itirməklə bağlı belə bir risk var.
Deməli, ümumilikdə mən sizə belə deyim ki, IT-nin ən böyük çətinliklərdən IT ixtisasları üzrə təhsil almaq istəyən və gələcəyini IT dünyasında qurmaq istəyən gənclərimizə indidən demək istəyirəm ki, yolunuz çox çətindir. Çünki məsələn bir tarixçi nə edir? Gedir tarixi oxuyur və tarix heç vaxt dəyişmir. Və uzaqbaşı yeni tarixlər gəlir, onu da öyrənir və bitir. Amma IT-də elə deyil. IT-də siz hər zaman ayaq üstə qalmağınız üçün dayanmadan öz biliklərinizi yeniləməlisiniz, yeni şeylər öyrənməlisiniz və ixtisaslar dəyişir. IT-də artıq mən karyeramı başlayanda bir qism ixtisaslar var ki, o ixtisaslara artıq ehtiyac yoxdur. O ixtisaslarda artıq vakansiya yoxdur, o ixtisaslar bağlanır. Amma bir qism ixtisaslar var ki, mən karyeramı başlayanda yox idi. Məsələn, machine learning yox idi mən karyeramı başlayanda, maşın öyrənməsi. Amma indi yarandı. Data science təzə-təzə yaranırdı, amma indi şirkətlər data scientist axtarmağa başlayıblar. Və bunların hamısı da süni intellektlə gələn yeni pozisiyalardır. Machine learning süni intellekt yaranandan sonra, yəni süni intellektlə machine learning gəlməsi bir yerdə gəlir və süni intellektdə indi prompt engineering adında bir yeni pozisiyalar açmağa başlayıblar şirkətlər. Özü ilə yeni işlər gətirir, yeni peşələr gətirir. Bir qism peşələr də artıq köhnəlir, bazardan çıxır, onun əvəzinə yeni peşələr gəlir və burada da artıq həmin insanların üzərində böyük yük düşür ki, siz dayanmadan özünüzü inkişaf elətdirməlisiniz, dayanmadan öyrənməlisiniz, dayanmadan oxumalısınız. Əgər siz düşünürsünüzsə ki, siz 4 illik təhsildən sonra heç nə öyrənməyəcəksiniz, artıq sadəcə işləyəcəksiniz. Bu belə deyil. Siz öyrənməyiniz, IT dünyasında sizin öyrənməyiniz sonsuza dək, yəni bazarda qaldığınız sürəcə davam edir. Öyrənmədiyiniz sürəcə bazardan kənara çıxacaqsınız və IT bazarında ayaq üstə qalmaq üçün siz daim özünüzü inkişaf elətdirməlisiniz və siz öyrənməyi sevirsinizsə, siz oxumağı sevirsinizsə, siz araşdırmağı sevirsinizsə, bu ixtisasları yazmalısınız. Əgər siz bunları sevirsinizsə, siz onda başqa ixtisasları özünüz sınamalısınız. Bu ixtisas üzrə tələbələr, məzunlar özlərini necə inkişaf etdirə bilər? Bu ola bilər hansı proqramlar, kitablar, filmlər, nəyi məsləhət görərdiniz ümumiyyətlə? Çox yaxşı bir sualdır. Deməli, bu sualın 2010-cu illərdə məndən sorsaydı çox çətin cavabını verərdim, amma 2020-ci ildə bu sualın cavabı çox rahatdır. Birini bayaq siz dediniz, ChatGPT var, süni intellektlər var həyatımızda. Süni intellektlər bizə öyrənməyə çox kömək edə bilər. Məsələn, artıq kitab oxumaq da biri o qədər effektiv olmur. Niyə? Çünki kitab görürsünüz 500 səhifədən ibarətdir, amma onun siz toplasaz onun nə bilim 2 səhifəlik, 3 səhifəlik sizin orada əsas götürməli olduğunuz bilgi var. Süni intellektlər vasitəsilə bu kitabın short listini bir növ çıxarmaq olur. Siz atırsınız kitabı, deyirsiniz ki, bunu mən 2-3 səhifəyə birləşdirir, 2-3 səhifəlik bir şeylə o hazırlayır, verir. Və bunu istifadə etməyin demirəm. Bu çox yaxşı bir şeydir, istifadə edə bilərsiniz. İkinci məsələ, bu dəqiqə onlayn platformalar var. Bu Udemy, Coursera kimi platformalar var ki, onların içərisində inanılmaz dərəcədə çoxlu IT-yə aid dərslər var. Bu dediyim domenlərin hamısına aid ayrı-ayrı dərslər var və növbəti olaraq ölkəmizdə inanılmaz sayda IT kursları var artıq. O kurslarda iştirak edib təhsil ala bilərlər. Hətta mən sizə deyim ki, bəlkə universitetdə 4 il boyunca həmin vəzifəsi, məsələn, adam olmaq istəyir data analitik, 4 il boyunca aldığı təhsil data analitik olmağa imkan vermir, amma gedib orada 6 aylıq kursda aldığı təhsil onun data analitik olmasına imkan verir və yaxud da ki, backend developer olmasına imkan verir. Ona görə bu learning pass necə qursunlar deyə sualı yekunlaşdırsam, cavabımı yekunlaşdırsam, learning pass-i belə qurmalıdırlar ki, ilkin olaraq hansısa bir universitetə daxil olsunlar, IT, kompüter mühəndisliyi, kompüter elmləri, kiber təhlükəsizlik və s. kimi ixtisaslar üzrə. Bura qəbul olduqdan sonra artıq başlasınlar özlərini müxtəlif Udemy, Coursera və s. kimi platformalarda özlərinə kurs alsınlar, öyrənsinlər. Mən deyərdim ki, ilk birinci ildə, birinci kursda ümumiyyətlə heç bir şey öyrənməsinlər. Birinci kursda ancaq ingilis dili qabiliyyətlərini inkişaf elətdirsinlər. Kursa yetsinlər, özləri öyrənsinlər, kinoya baxsınlar, necə istəyirlər eləsinlər, sadəcə ingilis dillərinin üzərində işləsinlər. İkinci kursa başlasınlar araşdırmağa. Çünki IT-də olan vəzifələri oturaq sadalayaq desəz, bəlkə bir 50-60 vəzifə demək olar ki, IT-də belə bir ixtisaslar var. Çünki mənim bu bayaq saydığım
5-6 domen proqramlaşdırma, infrastruktur, kiber təhlükəsizlik, dizayn, menecment, analitika. Bu 5-6 domenin altında onlarla ixtisaslar var, ixtisaslaşmalar var. Birinci kursda ingilis dilini öyrəndikdən sonra ikinci kursda müxtəlif seminarlara, workshoplara qatıla və eyni zamanda bazarda tanınmış insanlar var. Onlarda bir LinkedIn-də yazıb özlərinə bir 15 dəqiqəlik görüş, onlayn da olsa görüş istəyə bilərlər. IT-dəki insanlar çox rahatdılar. Çox rahat insanlardılar. Belə şey eləmirlər ki, ay vaxtım yoxdur, elədir, belədir. Çox rahat şəkildə görüş təşkil edə bilərlər. 10-15 dəqiqəlik bir uzun görüşə edib suallarını verə bilərlər. Hər ixtisasda peşələşmiş peşəkar insanlar üzrə, peşəkar insanlardan 15 dəqiqəlik görüş ala bilərlər. Və ikinci kursda qərar versinlər ki, mən nə olacağam? Mən analitik olacağam, mən proqramçı olacağam, mən mobil proqramçı olacağam, mən web proqramçı olacağam və yaxud da ki, mən infrastruktur üzrə gedirəm. Onu qərar verdikdən sonra üçüncü kursda başlasınlar. İkinci kurs bir növ araşdırma kursu olsun və üçüncü kursda oxuyanda artıq başlasınlar həmin ixtisas üzrə müxtəlif platformalarda, onlayn platformalarda və yaxud da ki, müxtəlif kurslara müraciət edib bir təhsil alsınlar. Çünki kurslar nəyə yaxşıdır? Ona görə ki, fiziki olur dərslər və siz end-to-end nə öyrənmə, xaotik getmişsiniz, end-to-end başa düşürsünüz ki, nə öyrənsəz daha uğurlu olarsınız. Çünki orada dərs deyən adam artıq heç olmasa minimum 5 illik bir təcrübəsi olur sənayedə, bilir işini, işin peşəkarıdır. Və kursda təhsil aldıqdan sonra və yaxud da onlayn təhsil aldıqdan sonra o nəzəri bilikləri öyrəndikdən sonra sonuncu kursda isə ancaq praktika ilə məşğul olsunlar. Hansısa bir şirkətlərdə intern olsunlar. Mən yadıma karyerama təzə başlayanda mən o vaxtda gedib LinkedIn-də şirkətlərin CEO-larına yazırdım. CEO-larına yazırdım ki, siz onlar mənə intern verəsiz, 2 ay gəlim çalışın və onu sizə deyim ki, bir 10 dənə CEO-ya yazmışdımsa, onların ən azından bir 2-3-ü mənə intern təklif edib və mən getdim, onlarda intern oldum. Internshiplik çox önəmlidir, praktika çox önəmlidir. Universitetin sonuncu kursunda məşğul olsunlar internlə və çalışsınlar hansısa şirkətdə peşəkarların yanında təcrübə keçsinlər və ondan sonra artıq öz karyeraları başlayacaq, özləri başlayacaqlar əmək fəaliyyətinə. Ondan sonra onlara məsləhət verməyə ehtiyac yoxdur, özləri başlayacaqlar kiməsə məsləhət verməyə. Təşəkkür edirəm. Bəs ixtisas üzrə yayılmış miflər və doğru bilinən yanlışlara gəlsək? Birinci ixtisas üzrə ən böyük yayılmış mif məncə odur ki, IT-də qadınlar olmur. IT-də qadınlar uğurlu olmur daha doğrusu. Belə bir mif var. Buradan deyirəm, tam yalandır. Mənim kifayət qədər dostlarım var ki, xanımlardılar və IT dünyasında çox yuxarı vəzifələrlə gəlib əyləşiblər öz bilikləri ilə, bacarıqları ilə. Ona görə bizə baxan xanım dostlarıma deyirəm ki, qorxmayın, gəlin müraciət edin. IT-də xanımların olmaması deyə bir şey yoxdur. Çünki ilk proqramlaşdırma dilini yaradan da xanımdır ya da ilk proqramçı xanım var, adadır adı. Ona görə birinci mif budur. İkinci mif məncə şeylə bağlıdır, o artıq mif olmağa başlayıb ki, IT-də hamı iş tapır, belə bir şey yoxdur. 2010-cu illərdə bu podkastimizi çəksəydik, mən deyərdim ki, hamınız iş tapacaqsınız, hamınız məzun olandan sonra yaxşı-yaxşı yerlərə girəcəksiniz işə. Amma indi deyə bilmirəm, çünki indi artıq bazarda kadr çoxdur. İş yerlərində müəyyən bir limitli yer var. Ona görə sizin içənizdən özünü inkişaf elətdirənlər, oxuyanlar, özlərində işləyənlər iş tapacaqlar, amma nisbətən daha pasiv insanlar iş tapa bilməyəcəklər. Bu mifdir artıq mənim üçün, hamı iş tapır, elə olmur. Belə ilk olaraq yadıma düşən miflər bunlardır. Bəs ixtisasın ən çətin tərəfi və ən çox maneə görə biləcəkləri hissəsi nədir sizcə? Mənim üçün ən challengeable yeri deyək də, ən çağırışlı olan hissəsi, çətin olan hissəsi odur ki, siz dayanmadan oxumalısınız. Mən o vaxt Bakı Dövlət Universitetinin kompüter elmləri oxuyanda bir müəllimim var idi. Biraz yaşlı idi, bilmirəm yaşayır ya yox, dünyadadır ya yox. O həmişə deyirdi ki, mənim IT-dən zəhləm gedir. Deyirdik, niyə müəllim? Deyirdi ki, çünki bir dənə kitab alırsan, gedirsən IT-də kitabları çox baha olur. $50-dan üzü yuxarı olur qiymətlər, çox bahalı olur kitabları. Deyir, bir dənə kitab alırsan və başlayırsan həmin kitabı oxumağa, bu sənin alır bir 2-3 ay vaxtın
və kitabı qutarsan sevinirsən ki, mən yeni bir texnologiya öyrəndim və sənə deyirlər ki, həmin texnologiya artıq köhnəlib. O texnologiya lazım deyil. Bu IT-nin ən çətin hissələrindən biridir. Siz dayanmadan yeni şeylər oxuyub öyrənməlisiniz ki, ayaq üstə qala biləsiniz. Bu müəyyən bir müddətdən sonra insanı yorur. Deyirsən ki, niyə bu qədər çox oxumalıyam? Digər ixtisaslar elə deyil. Digər ixtisaslar bir dəfə oxudular, məzun oldular, iş tapdılar, sonra ancaq rahat şəkildə oturub işləyirlər. Heç özünü öyrənməyin şey olmur. Bir budur, ən çətin hissələrindən biri və ikincisi isə işini başa salmaqdır. Xüsusən də valideynlərə ki, məsələn valideynlər məndən soruşanda ki, sən nə işləyirsən, deyirəm ki, mən IT biznes analistəm, başa düşə bilmirlər. Və bəzi hallarda sizin işiniz underestimate edildiyini görəcəksiniz. Məsələn, gələcəksiniz, hansısa bir şirkətdə işləyirsiniz, qarşı tərəflə görüşə gəlibsiniz, deyirlər, niyə sonra 2 sətr kod yazırsınız? Niyə bu qədər vaxt ləngiyir lahiyə, başa düşə bilmirlər ki, orada əslində 2 sətr kod deyil, orada böyük bir iş var, onu başa düşə bilmirlər. Belə mənim üçün ən çətin hissələr bunlardır. Bir də üçüncü ən çətin hissə IT dediyimiz IT mütəxəssis dediyimiz insanlar müxtəlif domenlərdə işləyir. Bu daha çox proqramlaşdırma, idarə etmə tərəfində çətinlik yaradır. Siz müxtəlif domenlərdə işləyirsiniz. Siz ola bilsin bu günlər Səhiyyə Nazirliyində işləyirsiniz. Siz səhiyyənin domenini öyrənməlisiniz bir IT mütəxəssis olaraq. Siz başa düşməlisiniz ki, bir insan doğulandan ölənə qədər hansı səhiyyədə xidmətləri alır, o xidmətləri necə alır? Siz bunu öyrənməlisiniz. Siz sabah Təhsil Nazirliyində bir IT mütəxəssis işləsəz, proqramçı işləsəz və yaxud da analitik işləsəz, siz başa düşməlisiniz ki, bir insan bağça təhsilindən ta ki doktorantura təhsilinə qədər hansı steplərdən keçir, hansı hadisələr baş verir, bunu öyrənməlisiniz. Siz əgər bankda işləyirsinizsə, siz bankdakı biznes prosesləri öyrənməlisiniz ki, bankdakı biznes prosesləri necə gedir. Sığortada işləyirsiniz, sığortadakı biznes prosesləri öyrənməlisiniz. Bu ən çətin hissələrdən biridir ki, siz harda işləməyinizə görə, işlədiyiniz domendə, işlədiyiniz biznes prosesləri öyrənməyə məcbursunuz. Bu da ən çətin hissələrdən biridir mənim fikrimcə. Cavablarınıza görə çox minnətdaram sizə. Bu son sual idi. Təşəkkür edirəm gəldiyinizə görə. Və inanıram ki, sizin üçün faydalı oldu əziz izləyicilər və yeni məlumatlar öyrənmiş oldunuz, yararlanmış oldunuz. Bir daha izlədiyinizə görə sizə minnətdaram. Növbəti görüşlərdə görüşənədək sağ olun. Sağ olun.